Keçmiş Mədəniyyət Naziri Əbülfəz Qarayevin qızı Suad Məhsəti, Suadın adı Məhsəti filmi ilə bağlı təbii ki, biraz qalmaqallı hallandı. Məqsəd də nə idi? Yəni bütün bu yazılara səbəb nə idi? Məhsəti Gəncəvi, yəni bizim 12-ci əsr Azərbaycan ədəbiyyatının ən parlaq simalarından biridir Məhsəti Gəncəvi. Əxlaqsız bir qadın kimi göstərilib filmdə. Ümumiyyətlə bizim tarixi adamlarımız, tarixi simalarımız nə məqsəd var ki, bu cürə təqdim etməkdə? Yəni vacib idi ki, Məhsəti Gəncəvinin məhz orada erotik səhnələr olsun o filmdə. Dünya postmodernizm dövrünü yaşayır. Bu cəryanların yaranmasında siyasi məqsədlər var həm də. İslamı bütün dünya gücləri özlərini artıq təhlükə bilirlər. Bu baxımdan bu postmodernizmin yaranması da, ortaya çıxması da, tarixsizliyin prinsipinin ortaya çıxması da bura bağlıdır. Niyə bizimkilərin məqsədi olsun ki? Tamam, anladım, oradan gələn ideya ola bilər, oradan gələn sifariş ola bilər, sizin dediyinizdən belə nəticə. Amma illər uzunu mədəniyyətə xidmət etmiş, mədəniyyət naziri olmuş və o ailədən çıxmış bir qızın məhz tarixi də yəqin ki, az çox bilir hər halda, bəlkə də heç oxumayıb Məhsətini, amma nədənsə xəbəri var. Niyə Məhsətini məhz belə bizim Azərbaycan qadınını erotik səhnədə gətirib bizə? Lap sifariş var, deyək ki, sizin dediyinizdən nəticə çıxardırıq ki, altyapı var burada. Bizimki niyə bunu etsin ki? Bu gün bir çox televiziyalarımız, sosial media, orientalizm təbliği ilə məşğuldur. Bir çox böyük ictimai belə deyək, təşkilatlar var ki, bu işlə məşğul olurlar. Məsələn, Azərbaycanda Sorosdur, Azərbaycanda FETÖ-dür. Birbaşa bu işin içində olan təşkilatlardır. Azərbaycanda da bir çox azərbaycanlıları həmin təşkilatlar özəlləşdiriblər, özünkülər ediblər. Fərddir. Fərdin həm də şəxsi maraqları var. Fərd o şəxsi maraqlarını ödəyə bilməyəndə elə qrupların təsirinə düşür. İndi bu xanımı mən bilmirəm hansı formada həmin işə cəlb ediblər, amma bir mənalı olaraq bilərəkdən ya bilməyərəkdən həmin məsələni təbliğ edir. Orientalizmi təbliğ edir. Bütün Avropada, bütün belə deyək də, xristian dünyasının bir hissəsi də bilir ki, yəni Azərbaycanlıları, türkləri, müsəlmanları məğlub eləməyin bir yolu var. Qadına olan münasibətimiz ki, bizim dəyişdi, bizim hər şeyə olan münasibətimiz dəyişəcək. Çünki qadın bizim gözümüzdə, bizim anlayışımızda, bizim düşüncəmizdə ən ucu olan yerdədir. Onlarda isə Avropada, ümumiyyətlə Qərb fəlsəfəsində qadın materialdır.